Salam hörmətli izləyicilər, axşamınız xeyir olsun. May ayının altında naxırı səhər-səhər gətirib qara yatağın dəriyə ötürmüşdüm. İndi də gəlmişəm qarşılamağa. Vaxtında gəldim, inəklər təpəni aşırdı bu tərəfə. Qarşılarını saxlayıb ötürmüşəm yuxarı yamaca. Mal o qədər otlayıb ki, tərpəşmək istəmir. Kimisi yerində durub köpşək çalır, kimisi də ağzın yerə sürtür. Səhərki kimi görməmiş ot yemirlər. Çünki doyublar. Yenə süd aşıb daşacaq. Bugün hava da nisbətən yaxşıdır. Bulutlu oldu, soyuq küləklər əsdi. Günortadan sonra hava düzəldi. Səhərki videomda demişdim Çayqovşan. Çayqovşan bağı qarşıdakı bağdır. Böyük çayla kiçik çayın qovuşduğu yerdir. Biraz qarşıya gedim, ola bilsin ki orada qovuşduğu yeri göstərə bilərəm. Kolxozun tavlası var idi burada. 97'də, 98'də çöldə qoyun saxlayırdı. Faizə gətirdik bu tövləyə. Çöldə otarıb axşam gətirib qatırdıq bura, iti dağıtırdıq. Qoyunların yanına qapını bağlayıb gedib rahat evdə yatırdıq, səhər-səhərdə gəlib çıxardıq, vururduq örüşə tərəf. 97 olmalı, sonra özəlləşmə oldu. Bütün tikillər kimi bu tövləni də söktülər. Bir-iki kub qarbildən, ismardan ötürü tövlələr söküldü. Saxlamadılar bu günlərə, bu qara günlərə ki, İndi daldalanmaq üçün bir dənə örtü tapa bilmirsən. İstəsən nəsə tikəsən, çöldə barda ona da imkan yoxdur. Ancaq tikiliyə kim nə deyəcək? Uzun bir qoyun tövləsi idi. Faizdə qoyunları qatdıq, gördük ki, qoyunlar ləhliyirlər səhər-səhər. Çox isti olmuşdu. Difarın yuxarı hissəsindən strapilaların arasından daşları söktük ki, isti hava oradan çıxsın, ondan sonra qoyunun vəziyyəti düzəldi. Dekabr ayının 31-nə qədər saxladıq. Həmin axşam qar yağdı, səhəri çəkdik, gətirdik kəndə. Tozsa toz idi. Çayqovşan buradır, iki çay qovuşur. O tərəfdən axan divi çaydır, kiçik çay deyir ona, balaca çay, bu biri də böyük çay. Bu çay ondan 15 dəfə çox. Biraz yuxarıda Ağan Gölü deyilən göl var. Yayda uşaqların çimərlik yeri idi. Bizim bağlar çayın aşağı hissəsindəydi, orada gölümüz də var idi. Çimirdik də. Söhbət eləməyə, oynamağa məhəllə uşaqları, qohum əqraba da var idi. Bu gölə gəlməz. Hərdən ildə bir-iki dəfə maraq üçün gələrdik, görək kim var burada. Şəhərdən uşaqlar gəlirdi, deyirdilər güləşçi, onlarla güləşirdik. Fənd bilsələr də biz kətçi uşaqların qarşısında dayanmaq mümkün deyildi. Güc fəndi üstəliyirdi. Göldən biraz o tərəfdə torpağı təmizləyib, qumu çıxarırdılar eşkarıya. Çünki nə vaxtsa sel qalxıb o ərazini qumla örtmüşdü. Sonralar ot çıxmışdı. Ancaq otu yolub yandırırdılar. Geniş bir qumsal ərazi ortaya çıxırdı. Haradasa 40-50 kvadrat metr. Oyunlar da oynayırdıq, güləşirdik də dediyim kimi. Bir-birimizi quma bastırırdıq. Getdi o günlər, bir daha geri qayıtmayacaq. Bu bağlar haqqında deyim ki, kolxoz vaxtı bura Bəbir müəlliminə Muxtar dayıgil baxırdı. Bir dənə də bağ o tərəfdə idi. İki bağın arasında dərədə dəyirman olubdu. Babam, Müslüm kişi, Teymur kişi o dəyirmanı bir-iki il şəhərik işlədiblər babamın dəyirman daşları ilə.
Babam qocalmışdı, soruşurdu məndən. O dəyirmanın yanında bir ərik ağacı əkmişdim, dururmu? Baba, nə ərik ağacı deyir. Yazda sel qopmuşdu. Çay sahillərinə daşmışdı. Bir də gördüm çayın sahilində bir ərik tinci var. Çay gətirib. Onu gətirdim, bir sala qazdım, bitirdim. Dedim, hə baba durur. Bilməm indi ərik ağacı orada var, yoxdur. Nəm ağacıdır bu ağaçlar. Kəsdikdə içindən güllər çıxır. Rusca qarşılığını bilirəm ki, Yasindir. Oğuz rayonunda Mollalı kəndinə gedəndə orada görmüşdüm. Yerli cəmaət yalın qoz deyirdi. O bəlkə biraz bundan fərqli idi, ancaq yarpaqları, gövdəsi, qabığı hamısı bir-birinə bənzəyir. Yarpaqlarla heç də yaxşı yiyəcək. Çandalaş yiyir. Vaxt lazımdır ki, mənə bu çay kənarında olan bağlardan söhbət edeyim onların. Mən gördüyüm sakinlərindən, kimlər gəldi, kimlər keçdi. Hələ ki, çoban kirmidi yığacam. Top bitənlər çoban kirmididir. Keçən dəfə axıra gedəndə yeni çıxırdı. Çoban kirmidinin ən yaxşı olan yerlərindən biridir. Mən bir torba yığım, birini dedimsə ikisini yığacam. Ancaq yığmaq da asan deyil. Qayçı ilə kəsmək istədiyim maşındaydı qayçı. Sonra gördüm ki, yaxşı effekt vermir. Əllə qırmaq daha tez başa gəlir. Körpədir. Bir dəfə tutdun, qatladın, dartdın, qatladın, dartdın. 3 dənə. Bir əllə də yığa bilirsən. Hər adam yığa bilməz də bunu kənd cəmaatı yığa bilər ki. Əldən, kəfəylə tursan ki, düşməsin. O bir barmağını götürürsən dəstəyə, bir dənəsini də qırırsan. Elə böyük bir maharət olmasa da o qədər belə işlərlə məşğul olmuşuq ki, bizim üçün adi bir haldır. Bəlkə kimsə bunu məharət kimi saya bilər. Kəndçilərimiz eşidər məharətli olduğumu desəm, gülərlər adamı. Uşaqdan böyüyə hamı bunu başarır. Keçən ildən ikinci dəfə qalxan otları yaşı basıbdı, ona görə yığmaq çətindir. Payızda bunlar biçilsəydi, ya mal heyvan yesəydi daha rahat yığmaq olardı. Dilim əsri. Çoban kirmidi araşdırın, görün tərkibində nələr var bunun. Kanserin birinci dərmanı budur. Kanserə tutulandan sonra çox şey xeyir eləmir, ancaq profilaktik tədbir üçün belə otdan, ələfdən, çöl neymətlərindən yemək lazımdır ki, hərəsində bir element, bir mikroelement var ki, insan orqanizmi də həmin mikroelementlərə bağlıdır. Onlar olmasa bizim bədənimizdə maddələr mübadiləsi, qan dövranı, mən bilin deyim, siz keşin deyin, onlar olmaz. Mallar hələ uslu durublar. Axşam düşməyinə də 1 saat var. 1 saat müddətində çoban kirmidi yığacam. Arada bir dənə də video çəksəm laf yerinə düşər. İnəklərin suya getməyə ehtiyacı yoxdur. Dərə-təpə suyudur. İçib gəliblər. O tərəfin tərkibində 50-60% elə sudur. Yazda suya olan ehtiyacı mal-heyvan otdan da ala bilər. Gözəl görüntülər var. Möhtəşəm dağlar haqqında danışım. Keçən videomda demişdim. Topdur, Kərcavdır, Bibqətəldir, Bizqayadır, Nazavadır, Dağı daşıdır, Ətək Qoylandır, Qarafirdir, Canışöləndir, sonra Gəmqaya silsiləsidir, Nəsirvaz kəndinin üstü. Belə minlərlə
toponim sadalamaq olar. Hələlik bu videonun kifayətlənək, növbəti videolarda görüşək.